Onlar bağışlamır, onlar unutmurlar. Gəlin meşənin əsl hökmdarı olan pələngin hekayəsinə baxaq. Düşünün ki, bu təsvir Amur pələnginə aiddir. Sanki canlı bir mühərrikdir. Elə deyilmi? Evdəki pişiklə pələngin DNT-si demək olar ki, eynidir. Amma o kiçik fərq ölümcüldür. Fərq gözlərindədir. Yumruq, göz bəbəkləri. Bu o deməkdir ki, onlar həm gündüz, həm də gecə ovlayır. Şirlərdən fərqli olaraq pələnglər tək ov edir. Qaranlıqda hərəkət edən səssiz bir kölgə kimi. Təsəvvür edin, Amur pələngi 300 kilodan ağır ola bilir. Planetin ən böyük pişiyidir. Yaxşı, bəs əsl kral kimdir? Şir, yoxsa pələng? Gəlin aydınlaşdıraq. Rəqəmlərə baxaq. Pələnglər ümumicə daha böyük, daha ağır və daha güclüdür. Hətta tarix də bunu təsdiqləyir. Roma arenalarında pələnglər şirlərə çox vaxt qalib gəlirdi. Amma pələngin gücü tək cəzələlərində deyil. Ən qorxulusu onun yaddaşıdır. Bu hekayə Rusiyada baş verib. Vladimir Markov adlı bir brakonyer ölümcül bir səhvə yol verdi. Pələng isə bunu unutmadı. Bu artıq ov değildi. Sanki şəxsi bir intiqam idi. Pələng onu izlədi və daxmasının qapısında tam 48 saat gözlədi. Yazıcı John Wayland bunu belə təsvir edir. Qan donduracaq dərəcədə planlanmış bir hücum. Markov qaydanda pələng onu öldürdü. Bu sadəcə bir hücum yox, hesablaşma idi. Bu güc onların nə qədər həssas olduğunu daha da faciəvi edir. Bu gördüyünüz Turan pələngidir, artıq nəsli kəsilib. Bir vaxtlar onların məskəni çox geniş idi. Hətta Azərbaycanın öz meşələrində də yaşayırdılar. Amma onların yox olması çox sürətlə baş verdi. Səbəb isə amansız ov və yaşayış yerlərinin məhvi idi. Və Turan pələnginin hekayəsi əslində bugün üçün böyük bir xəbərdarlıqdır. Baxın, bu çox dəhşətlidir. Artıq qəfəsdə yaşayan pələnglərin sayı vəhşi təbiətdəkilərdən daha çoxdur. Vəhşi təbiətdə cəmi 3200 pələng qalıb. Amma təkcə ABŞ və Çində minlərlə pələng qəfəsdə saxlanılır. Problem odur ki, bu mərkəzlərin çoxu kommersiya məqsədlidir. Yəni, əslində pələng fermalarıdır. Bu da müasir pələngin paradoksudur. Vəhşi gücün simvolu, amma eyni zamanda böhran içində olan bir canlı. Beləcə ortaya bir sual çıxır. Zirvə yırtıcısı, yoxsa bəşəriyyətin məhbusu?